Mənim həmişə bir fikrim olub, o fikrimi hələ ki dəyişmirəm və dəyişmək üçün əsaslar da görmürəm. Dəfələrlə demişəm ki, ümumiyyətlə İran məsələsində bütün türklər, özəlliklə də Güney Azərbaycan türklərinin tək çıxış yolu Güney Azərbaycan Cumhuriyyətinin elan edilməsi və İrandan ayrılmasıdır. Yəni bu olmasa biz xilas ola bilməyəcəyik. Bəzən deyirlər ki, İran qədim türk dövlətidir, 1000 ilə yaxın orada türklər rəhbərlik edib, ümumiyyətlə türk nəzarətində olub. Təbii biz tarixi bilirik, Səlcuqlardan üzü bəri, yəni 1000 ilə yaxın bir dövrdür. Amma məsələ ondadır ki, Farsların hakimiyyət başında olması, özəlliklə də dini istismar etməsi, hələ din bir yana, dinin konkret olarak bir mezhebini istismar etmesi ve bu istismarçılık ışığında da durup Güney Azerbaycanlılar da dahil olmakla bütün Türkleri zulm altında tutması bundan sonra da devam edecek.